Xəritə sxemində 1 və 4 rəqəmləri ilə göstərilən fiziki coğrafi rayonların 2 və 3 rəqəmi ilə göstərilən fiziki coğrafi rayonlardan fərqli xüsusiyyətlərini müəyyən edək. 1 və 4 rəqəmləri ilə Ceyrançol, Acnohor, Qobustan, Abşeron, 2 və 3 rəqəmləri ilə isə Samur, Dəvəçi və Araz boyu fiziki coğrafi rayonları verilib. Birinci şərtə baxaq. 3-cü dövrün çöküntüləri yayılmışdır. Həm Ceyrançol, Acnohorda, həm də Abşeron, Qobustanda 3-cü dövrün çöküntüləri, neogen yaşlı süxurlar yayılmışdır. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Qışı mülayim keçən yarımsərli quru çöl iqlimi yayılmışdır. Bu şərt bütün bu məntəqələr üçün ortaqdır. Deməli, ikinci şərti silirəm. Arid denudasyon relyef formaları səciyyəvidir. Arid denudasyon relyef əsasən Qobustan, Ceyrançol və Naxçıvan əraziləri üçün səciyyəvidir Azərbaycanda və bu şərtdə Samur, Dəvəçi və Araz boyu düzənliklərdən fərqləndirici bir xüsusiyyətdir. 1-3 rütubətli yağıntılı vahiddən kiçikdir şərti hər biri üçün uyğundur. Tektonik çökmə zonasında yerləşir. 4 rəqəmi ilə verilən Qobustan zonası tektonik qalxma zonasındadır. Deməli, cavab 1-3D variantı. Xəritə sxemi əsasən cədvəldə verilmiş hansı sıraların doğru olduğunu müəyyən edək. Nəzərə alaq ki, burada 1 rəqəmi ilə Sloveniya, 2 rəqəmi ilə Xorvatiya, 3 rəqəmi ilə Bosniya və Herseqovina, 4 rəqəmi ilə Serbiya, 5 rəqəmi ilə Çernogoriya və ya Montenegro və 6 rəqəmi ilə Makedoniya verilmişdir. 1 və 2 rəqəmləri ilə verilən ölkələr üçün Avropa İttifaqına üzv ölkələrdə yazılıb. Bu şərt doğrudur. Həm Sloveniya, həm də Xorvatiya Avropaya üzv ölkələrdir. Birinci şərt doğrudur. Deməli, B, C və Y variantları silinə bilər. Hamısı keçmiş Yugoslaviya Sosialist Federativ Respublikasının parçalanmasından yaranıblar. Şərti bu da doğrudur. Bu ərazilər hamısı Yugoslaviyanın parçalanmasından yaranıb. Deməli, ikinci şərt doğrudursa D variantı da ələnə bilər. 1, 2 və 4 rəqəmləri ilə Sloveniya, Xorvatiya və Serbiya ərazilərindən Dunay çayı axır şərti yanlışdır. Belə ki, Dunay çayı bu ölkələrdən yalnızca Xorvatiya və Serbiyanın arasından axır. Sloveniyanı görmür. Üçüncü şərt yanlışdır. Dördüncü şərt 1, 2, 5, 6 NATO təşkilatına üzv ölkələrdir. Bu şərt də doğrudur. NATO ölkələrinin siyahısında bu ölkələrin adları da var. Deməli, dördüncü şərt də doğrudur. 3 və 4 rəqəmləri ilə verilən Bosniya, Herseqovina və Serbiya ölkələrinin federativ inzibati ərazi quruluşuna malik olmaları verilir. Ancaq Serbiya federativ deyil. Deməli, 5-ci şərt də yanlışdır. 6-cı şərtdə 2 və 5 rəqəmləri ilə verilən Xorvatiya və Montenegro ölkələrinin paytaxtlarının dəniz sahilində yerləşməsi verilib. Nə Xorvatiyanın paytaxtı Zagreb, nə də Montenegronun paytaxtı Podgorica dəniz sahilində yerləşmir. 6-cı şərt də yanlışdır. Cavab A variantı. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edək. Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikaları haqqında fikirləri müzakirə edəcəyik. Sahilləri Sarı və Yapon dənizləri suları ilə yuyulur. Siyasi xəritdən gördüyümüz qədər 22 rəqəmi ilə verilən Koreya Xalq Demokratik Respublikası və 23 rəqəmi ilə verilən Koreya Respublikası həm Sarı dənizlə, həm də Yapon dənizi ilə həmsərhəddir. Deməli, birinci şərt ortaqdır, üçüncüyə 1. Üçüncüyə 1 şərtin verilmədiyi A, C və Y variantlarını silmək olar. 3 ölkə ilə quru sərhədinə malikdir. Gördüyümüz qədər 22 rəqəmi ilə verilən Koreya Xalq Demokratik Respublikası həm Koreya Respublikası, həm Çin, həm də Rusiya ilə sərhədə malikdir. Deməli, 2 şərti yalnızca Koreya Xalq Demokratik Respublikası üçün ödənilir.
birinciye 2. Birinciye 2'nin verilmediği D variantında silmək olar. G20'ye üzv ölkədir şərti yalnızca Koreya Respublikasına aiddir. G20 ölkələrinin siyahısına görürük ki, burada sadəcə Koreya Respublikası verilib. Koreya Xalq Demokratik Respublikası yoxdur. Cənubi Koreya olaraq qeyd olunub. Deməli, ikinciyə 3. Əhali Çin-Tibet ailəsinə aid deyil. Nə Koreya Xalq Demokratik Respublikası, nə də Koreya Respublikasının əhalisi Çin-Tibet dil ailəsinə mənsub deyil. Koreya dil ailəsi ayrıca bir kateqoriyadır. Deməli, birinciyə 4. Sosialist ölkə hesab edilir. Yalnızca Koreya Xalq Demokratik Respublikası sosialist ölkədir. Deməli, birinci həm də 5. Cavab B variantı. Doğru fikirləri müəyyən edək. Neptun planetinin ən böyük peyki Tritondur. Şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Yer ayın, ay isə günəşin cazibəsi ilə fırlanır. Yer ayın deyil, ay yerin cazibəsi ilə fırlanır. İkinci şərt yanlışdır. Günəş sisteminin bütün planetlərinin peyki mövcuddur. Merkur və Veneranın peykləri yoxdur. Üçüncü şərt də yanlışdır. Deməli, A və D variantlarını da silmək olar. Mülayim işıqlanma quşağının sərhədlərinin formalaşması yerin orbit müstəvisinin meyilliyindən asılıdır. Bu şərt doğrudur. Belə ki, yerin xəyali oxun orbit müstəvisinə meyillik bucağı 66,5 dərəcədir və qütb dairələri 66,5 dərəcədən keçir. Tropiklər isə onların 90-dan çıxılması ilə, yəni 23,5-dən keçir. Əgər yerin xəyali oxun orbit müstəvisinə meyillik bucağı artarsa, qütb dairələrinin coğrafi enliyi də artar, tropiklərin coğrafi enliyi o qədər azalar və əksinə. Deməli, dördüncü şərt də doğrudur. Böyük ay bürcünün ən parlaq ulduzu qütb ulduzudur. Şərti yanlışdır. Çünki qütb ulduzu kiçik ay bürcünün ən parlaq ulduzudur. Çayların müxtəlif mənsəb formalarına malik olma səbəblərindən biri də ayın yerə təsiridir. Bəli, ayın cazibə qüvvəsi dənizlərdə qabarma çəkilmə prosesini həyata keçirir. Bu isə çaylarda estuarlərin formalaşmasına, yəni qıfa bənzər mənsəbin formalaşmasına gətirib çıxardır. Cavab C variantı. Hansı Avropa ölkəsində dəmir filizi hasilatı polad istehsalından daha çoxdur? Bilirik ki, əksər inkişaf etmiş ölkələrdə faydalı qazıntılar ya minimum miqdardadır, ya da artıq tükənib. Ancaq İsveçdə, Skandinaviya zonasına yerləşən İsveçdə dəmir filizi mövcuddur. Cavab E variantı. Verilmiş əlamətlərin aid olduğu ölkə üçün uyğun xüsusiyyətləri müəyyən edək. Tropik xətt ilə kəsişir, sahillərini iki okean suları yuyur, əhalisinin əksəriyyəti Afro-Asiya dil ailəsinə mənsubdur. Verilən bu əlamətlərin Misir ölkəsinə aid olduğunu müəyyən etmək olar. Yəni, Misir şimal tropik xətt ilə kəsişir, sahillərini həm Atlantik okeanının, həm də Hind okeanının suları yuyur və əhalisinin əksəriyyəti Afro-Asiya dil ailəsinə və ya Sami-Hamid dil ailəsinə mənsub olan ərəblər təşkil edir. Qərb sərhədləri əsasən meridian xətti, cənub sərhədləri isə paralel xətti boyunca təşkil olunub. Siyasi xəritində gördüyümüz qədər Misirin qərb sərhədləri meridian istiqamətində, cənub sərhədləri paralel istiqamətində uzanır. Misiri şimal tropik xətti kəsir. O, şərqdən Qırmızı dənizlə, yəni Hind okeanı ilə, şimaldan Aralıq dənizi ilə, yəni Atlantik okeanı ilə həmsərhəddir. Deməli, birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. İsrail və İordaniya ilə quru sərhədinə, Səudiyyə Ərəbistanı ilə isə su sərhədinə malikdir. İsrail ilə quru sərhədinə, Səudiyyə Ərəbistanı ilə su sərhədinə malik olsa da, İordaniya ilə quru sərhədinə malik deyil. İkinci şərt yanlışdır, deməli, E variantını da silərik. Ağ Nil və Mavi Nil çaylarının birləşdiyi ərazidə nəhəng Asuan su anbarı inşa edilmişdir. Ağ Nil və Mavi Nil Misirdə yox, Sudanda bir-birinə qovuşur. Üçüncü şərt yanlışdır. OPEC təşkilatına, yəni neft ixrac edən ölkələr
ölkələrin təşkilatına üzv ölkədir şərti yanlışdır. Deməli, A variantı səhvdir. Unitar inzibati ərazi quruluşuna malikdir. Bəli, Misir federativ deyil. Əhali əsasən ölkənin şimal hissəsində məskunlaşmışdır. Bu əsasən Nil çayının deltası və Aralıq dənizi ətrafına aiddir. Deməli, cavab D variantı. Xəritə sxemdə təsvir edilmiş ölkəyə aid xüsusiyyətləri müəyyən edək. Şimalda Şimal Buzlu Okeanı, qərbdə Sakit Okean, şərqdə Atlantik Okeanı ilə əhatə olunan bu ölkə Kanadadır. Əhali və təsərrüfat sahələri əsasən ölkənin cənub sərhədi boyunca cəmlənmişdir şərti doğrudur. Çünki Kanadanın şimalı daimi donuşluq zonasıdır. Birinci şərt doğrudursa, birinci şərtin verilmədiyi D və Y variantlarını silə bilərik. Neytral ölkə olub heç bir hərbi bloka daxil deyil şərti yanlışdır. Kanada neytral ölkə deyil və NATO-nun üzvüdür. İkinci şərtdə yanlış olduğuna görə A və C variantları da silinir. İki rəsmi dilə malikdir. Bəli, Kanadanın İngilis və Fransız dilləri kimi rəsmi dilləri var. Üçüncü şərt doğrudur. G7 və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvüdür. G7-yə daxil olsa da, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü deyil. Bu ölkələr Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, Çin və Böyük Britaniyadır. Dördüncü şərt də yanlışdır. Mülayim dəniz iqlim tipi müşahidə edilir şərti doğrudur. Beşinci şərtdə götürürük. 7-ci və 16-cı saat qurşaqlarında yerləşir. Şərti də doğru deyil. Belə ki, 7-ci saat qurşağı şərq yarımkürəsindədir. Kanada isə tamamilə qərb yarımkürəsindədir. Cavab B variantı. Əlincə çay, Gilan çay, Naxçıvan çay və Arpa çayın mənsəblərinin yerləşdiyi müvafiq inzibati rayonlar Əlincə çay Colfa rayonunda, Gilan çay Ordubadda, Naxçıvan çay Babək rayonunda, Arpa çay isə Şərur rayonunda Araz çayına tökülür. Cavab A variantı. Xəritə sxemi əsasən əhalisinin sayı 100 min nəfərdən daha çox olan inzibati rayonları müəyyən edək. Bir rəqəmi ilə Zaqatala rayonu verilib və onun 129 min əhalisi var. 2 rəqəmi ilə Ağstafa verilib 88 min əhali. 3 rəqəmi ilə Şabran verilib 60 min. 4 rəqəmi ilə Xocalı 18 min. 5 rəqəmi ilə Füzuli 130 min. Və 6 rəqəmi ilə Salyan verilib 138 min əhali məskunlaşmışdır. Yəni, Ağstafa 2, Şabran 3 və Xocalı 4. Cavab C variantı. Aşağıdakı xüsusiyyətlər hansı iqtisadi rayona aiddir? 2 xarici ölkə ilə həmsərhəddir. Burada verilən variantlarda Naxçıvandan başqa yerdə qalan hamısı 2 xarici ölkə ilə həmsərhəddir. Deməli, Naxçıvana görə A variantı və D variantı ələnir. Ərazisi 2 tektonik zonada yerləşir. Yalnızca Şərqi Zəngəzur iqtisadi coğrafi rayonu bir tektonik zonadadır. Deməli, B variantı da silinər. Yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipinə rast gəlinmir. İqlim tipləri xəritəsində 5 rəqəmi ilə verilir. Şəki Zaqatalada yağıntıları bərabər paylanan mülayim isti iqlim olduğu üçün C variantı da ələnir. Cavab Y. Verilmiş xüsusiyyətlər xəritə sxemdə rəqəmlərlə göstərilmiş hansı 2 ölkəyə aiddir? Əhalisinin sayı 10 milyon nəfərdən aşağıdır. Bir rəqəmi ilə Qazaxıstan verilib və onun əhalisi 19,7 milyondur. 2 rəqəmi ilə Özbəkistan verilib, onun əhalisi 35,5 milyondur. 3 rəqəmi ilə Türkmənistan verilib, əhalisi 6,5 milyon. 4 rəqəmi ilə Qırğızstan verilib, əhalisi 6,8 milyondur. Belə çıxır ki, artıq cavabımızın D variantı olduğu məlumdur. Digər şərtlərə də baxaq.
Əhalisi Hind-Avropa dil ailəsinə mənsub olan ölkə ilə həmsərhəddir. Hind-Avropa dil ailəsinin Fars və İran dil qrupuna mənsub olan İran, Əfqanıstan və Tacikistan ölkələri bu ölkələrin sərhədində yerləşir. Qoyunçuluq inkişaf etmişdir. Bilirik ki, Mərkəzi Asiyada türk xalqları qoyunçuluqla məşğuldur. Cavab D variantı. 16-cı saat qurşağı ilə 6-cı saat qurşağının oxşar cəhətlərini müəyyən edək. 16-cı saat qurşağı 120 dərəcə qərb uzunluğunda, 6-cı saat qurşağı isə 90 dərəcə şərq uzunluğunda yerləşir. 3 yarımkürədə yerləşirlər. Bəli, 0, 12 və 24-cü saat qurşaqlarından başqa digər bütün saat qurşaqları 3 yarımkürədə yerləşir. Yəni, hamısı ekvatorla kəsişir, şimal və cənub yarımkürələrində yerləşir. Birinci şərt doğru olduğu üçün birinci şərtin verilmədiyi variantları silirəm. Bu qurşaqda Atlantik okeanı yerləşir. 120 dərəcə qərb uzunluğu əsasən Sakit okeanı, Şimal Buzlu okeanını görür. 90 dərəcə şərq uzunluğu isə Şimal Buzlu okeanını və Hind okeanını görür. Deməli, Atlantik okeanı cavabı yanlışdır. D variantı silinər. Eyni meridian çevrəsi üzərində yerləşirlər. Eyni meridian çevrəsi üzərində yerləşmələri üçün onların rəqəmlərinin cəmi 180 olmalıdır. Bu şərt ödənmir. Deməli, 3-cü variantda, 3-cü şərtdə yanlışdır. Bu qurşaqlarda yalnız 2 materik yerləşir. 120 dərəcə qərb uzunluğu Şimali Amerika və Antarktida ilə kəsişir. 90 dərəcə şərq uzunluğu Avrasiya və Antarktida ilə kəsişir. Deməli, 4-cü şərt doğrudur. 23-cü saat qurşağı ilə aralarında vaxt fərqi eynidir. Bu şərt də doğrudur. 23-cü saat qurşağı 15 dərəcə qərb uzunluğundadır. 15 dərəcə qərb uzunluğu ilə 120 dərəcə qərb uzunluğu arasında 105 dərəcə, 15 dərəcə qərb uzunluğu ilə 90 dərəcə şərq uzunluğu arasında da 105 dərəcə coğrafi uzunluq fərqi var. 5-ci şərt də doğrudur. Cavab B variantı. Xəritə sxeminə əsasən rəqəmlərlə göstərilən iqtisadi rayonlarının tərkibində 4 inzibati rayon və 4 şəhər olanları seçin və onlara uyğun gələn ümumi əlamətləri müəyyən edək. Bir rəqəmi ilə verilən Qazax Tovuz iqtisadi rayonunda 5 rayon var. 5 rəqəmi ilə verilən Şərqi Zəngəzur iqtisadi rayonunda 5 rayon var. 3 rəqəmi ilə verilən Mərkəzi Aran iqtisadi rayonunda 6 rayon var. 2 rəqəmi ilə verilən Şirvan Salyan iqtisadi rayonunda, 4 rəqəmi ilə verilən Dağlıq Şirvan və Şamaxı iqtisadi rayonunda və 6 rəqəmi ilə verilən Milmuğan iqtisadi rayonunun hər birində 4 inzibati rayon var. Yalnızca 2 rəqəmi ilə verilən Şirvan Salyan iqtisadi rayonunda bir də Şirvan şəhəri var. Deməli, bizim üçün tələb olunan şərtləri yalnızca 4 və 6 rəqəmləri ilə verilən Dağlıq Şirvan və Milmuğan iqtisadi rayonları ödəyir. Deməli, 4 və 6-nın verilmədiyi variantları silə bilərik və onlara uyğun C, Y, F şərtlərini götürə bilərik. Digər şərtlərə baxaq. Kür-Araz təbii iqtisadi rayonunda yerləşir. Dağlıq Şirvan bu şərti ödəmir. Ərazisindən beynəlxalq əhəmiyyətli neft kəməri keçir. Heç bir iqtisadi rayon bu şərti ödəmir. Pambıq və taxıl əkin sahələri mövcuddur şərti doğrudur. Ərazisindən Kür çayı keçir şərti yalnızca Milmuğana aiddir. Qoyunçuluq inkişaf etdirilir şərti demək olar ki, əksər rayonlarımızda həm yay, həm də qış otlağı kimi yem bazası olduğu təqdirdə inkişaf etdirilir. Ərazisindən Mingəçevir su anbarından başlayan suvarma kanalı keçir. Dağlıq Şirvandan Şirvan kanalı, Milmuğandan isə Yuxarı Qarabağ kanalı keçir. Cavab Y variantı. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
əsas fəaliyyət istiqamətlərinə aid deyil. Bu təşkilat əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatıdır və 1945-ci ildə yaradılmışdır. Təşkilat haqqında məlumatı eynən sizin üçün oxudum və görünən odur ki, tullantıların utilizasiyası bu təşkilatın fəaliyyət istiqamətlərinə aid deyil. Cavab A variantı. Doğru olmayan fikirləri müəyyən edək. Ölkəmizin iqtisadi rayonlarının sayı fiziki coğrafi rayonların sayından daha çoxdur. İqtisadi coğrafi rayonların sayı 14, fiziki coğrafi rayonların sayı isə 19-dur. Deməli, bu şərt yanlış bir fikri bildirdiyi üçün bizə lazımdır. Birinci şərti götürürük. Birinci şərtin verilmədiyi variantları silirəm. Sərsəng su anbarının suvarma fəaliyyətinin bərpa edilməsi Qazax-Tovuz iqtisadi rayonu üçün mühüm əhəmiyyət kəsb edir şərti yanlışdır. Çünki bu anbarın suyundan Qazax-Tovuz iqtisadi rayonu deyil, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inzibati rayonları istifadə eləyər. İkinci şərtdə yanlış fikir ifadə edildiyinə görə götürərik, bizə lazımdır. Deməli, Y variantını da silirəm. Cəbrayıl inzibati rayonunun işğaldan azad edilməsi qara metallurgiyanın xammal və təminatını xeyli yaxşılaşdırmışdır. Bildiyimiz qədər Cəbrayıl rayonunda dəmir filizi ehtiyatı yoxdur. Ona görə də bu şərtdə yanlış fikir ifadə edir və bizə lazımdır. 1, 2, 3. Üçün də olmadığı variantı sildim. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında beynəlxalq hava limanları fəaliyyət göstərir şərtləri doğrudur. Füzulidə, Zəngilanda fəaliyyətdə olan hava limanları var. Toğanalı Kəlbəcər İsti Su avtomobil yolu Şərqi Zəngəzur və Gəncə Daşkəsən iqtisadi rayonlarını əlaqələndirir. Kəlbəcər Şərqi Zəngəzurda, Toğana kəndi isə Göygöl rayonuna aiddir və Göygöl rayonu Gəncə Daşkəsən iqtisadi rayonundadır. Deməli, 5-ci şərtdə doğru fikir ifadə edir. Ölkəmizin bir neçə iqtisadi rayonunda düyü, çəltik becərilir. Bu şərt Mərkəzi Aran və Lənkəran Astara kimi iqtisadi rayonları ifadə edir. Deməli, 6-cı şərtdə doğru fikri ifadə edir. Cavab C variantı.